Salam. 11 illik riyaziyyat test toplusu, həqiqətlər bölməsi, ədəd orta həqiqətlərin müqayisəsi. Birinci sual. K ədədinin ədəd ortası 12,1. Bu ədədlərdən biri 12,1 olarsa 12,1 plus x bölünsün 2 bərabərdir 12,1. Buradan alırıq ki, x bərabərdir 12,1. Düzgün cavabımız B variantı. İkinci sual. A kubu B kvadratı böyükdür 0'dan, AC kubu kiçikdir 0'dan, ABC isə böyükdür 0'dan olarsa, ABC'nin işarəsini müəyyən edin. Deməli, B kvadratı müsbətdir, A kubu, deməli A müsbət ədəddir ki, müsbət ədədin kubu müsbət verib, müsbəti müsbətə vuranda verib bizə müsbət. Deməli, A'nın işarəsi müsbət. Deməli, AC kubu, A'mız müsbətdir, C kubu da mənfidir. Deməli, C'nin işarəsi mənfidir ki, vuranda 0'dan kiçik verir. Deməli, A müsbət, C mənfi, avtomatik B də mənfi olmalıdır ki, ifadənin üçünün də hasili 0'dan böyük olsun. Deməli, müsbət, mənfi, mənfi. Düzgün cavabımız A variantı. Üçüncü sual. Modul A bərabərdir modul A. Buradan belə çıxır ki, A ədədi müsbət ədəddir. Eyni zamanda 0'a bərabər ola bilər. B kiçikdir modul B. Buradan da alırıq ki, B 0'dan kiçikdir. Yəni B mənfi ədəddir. Bizə deyir ki, hansı doğrudur? A vurulsun B kiçik bərabərdir 0 ola bilər. Düzgün cavabımız C variantı. Dördüncü sual. ABC həqiqi ədədlərdə A kubu C üstü 4 kiçikdir 0, A üstü 5, B üstü 5 böyükdür 0, B üstü 8, C üstü 7 böyükdür 0 olarsa ABC'nin işarəsini müəyyən edin. Deməli, burada A, B, C. A mənfi ədəddir, C üstü 4-də müsbət ədəddir. A mənfidir, A mənfi. Deməli, B də mənfi olmalıdır ki, bunların qüvvətləri hasili 0'dan böyük olsun. Deməli, B mənfi ədəddir. B üstü 8 verəcəkdir bizə müsbət. Deməli, C ədədi də müsbət etmiş ki, tək dərəcədən qüvvəti müsbət verib, müsbətin müsbətə hasili müsbət. Deməli, mənfi, mənfi, müsbət. Y variantı. Beşinci sual. A, B kvadratı kiçikdir 0. AB kvadrata çıxılsın, AB böyükdür 0. B vurulsun, C kiçikdir 0'dan. Buradan alırıq ki, A mənfi ədəddir. Bax, bu ifadədən də AB-ni ortaq çıxarsaq, B çıxılsın 1 böyükdür 0'dan. AB onsuz da mənfidir. İfadənin mənfi olması üçün, müsbət olması üçün B minus 1 mənfi olmalıdır. Yəni, B minus 1 kiçik olmalıdır 0'dan. B də kiçik olmalıdır 1'dən. Deməli, B 1'dən kiçikdir. B 1'dən kiçikdir. C də 0'dan, B vurulsun C də 0'dan kiçikdir. C-ni mənfi götürək. B-ni isə müsbət götürək. Bunda buradan belə alınır ki, 5-ci sualda. B çıxılsın A kiçikdir 0. B minus C böyükdür 0. Burada götürürük C variantı. B minus C böyükdür 0. B onsuz da müsbət ədəddir. Misal üçün müsbət 1'dən kiçik deyək 0'dan 5. Çıxılsın C mənfi ədəddir. Çıxılsın mənfi 1. Verəcəkdir bizə müsbət 1,5. Misal üçün yazdık bunu. Yəni B minus C böyükdür 0'dan. Düzgün cavabımız C variantı. 6-cı sual. A kiçikdir mənfi 1 olarsa A kvadratı, A kubu, A üstü 4, A üstü 5. Misal üçün nümunələri də qoya bilərik. A mənfi 1'dən kiçik mənfi 2 yazsaq.
Mənfi 2 yazaq. Mənfi 2, mənfi 2'nin kvadratı, mənfi 2'nin kubu, mənfi 2 üstü 4, bir də mənfi 2 üstü 5. Cüt dərəcədən qüvvətlər hamısı verəcəkdir müsbət qiymət. Ədədlərdən ən böyüyünü istəyir. Ədədlərdən ən böyüyü mənfi 2 üstü 4 olacaqdır, 16. Dərəcə cüt. Ədədlərin içərisindən ən böyüyünü istəyir. Ədədlərin içərisindən ən böyüyü A üstü 4 olacaqdır. Düzgün cavabımız B variantı. 7-ci sual. A kiçikdir mənfi 1. Ədədlərinin ən kiçiyini tapın. Mənfi A, mənfi A'nın kvadratı, mənfi A'nın kubu, mənfi A üstü 4, mənfi A üstü 5. Ədədlərdən ən kiçiyini istəyir. Ən kiçiyi istəyirsə, bax, cüt dərəcədən qüvvət, bunu götürəcəm. Mənfi, deyək ki, A'nın yerinə bir mənfi 2 yazıram. Mənfi 2 üstü 4, bu da verir bizə mənfi 16. Ədədlərdən ən kiçiyi olacaqdır. Düzgün cavabımız D variantı. 8-ci sual. X və Y müsbət ədədlər olarsa, hansı ən kiçikdir? X böyükdür 0-dan, Y də böyükdür 0-dan. D variantına baxaq. Burada mənfi X plus Y bərabərdir. X 0-dan böyük bir qiymət götürək 1, Y 0-dan böyük bir qiymət götürək 2. Mənfi 1 plus 2 verir bizə mənfi 3. Hansının qiyməti ən kiçikdir dediyinə görə D variantını götürürük. Digər variantda 9-cu sual. X və Y mənfi ədədlər olarsa, X 0-dan kiçik, Y 0-dan kiçik ifadələrdən hansı ən böyükdür? Yenə D variantını götürən mənfi X plus Y bərabərdir. Yerinə qiymətlər qoyaq. 0-dan kiçik X-ə mənfi 1 deyək, Y-ə isə mənfi 2 deyək. Aparıb yerinə qoysaq, mənfi 1 plus mənfi 2 bərabərdir mənfi 3, o da verəcəkdir bizə 3. Hansının qiyməti ən böyükdür? D variantı. 10-cu sual. A 0-dan kiçikdir. 3A plus B bölünsün B bərabərdir 2 olarsa, bərabərliklərdən hansı doğrudur? A mənfi ədəddir. Deməli, 3A plus B bərabərdir 2B'yə. 3A bərabərdir B'yə. A 0-dan kiçikdir. A 0-dan kiçikdir şərtdə deyir. Yəni, A mənfi ədəddir. Onda, misal üçün, A-nın yerinə mənfi 1 yazsaq, onda B necə olacaqdır? Mənfi 3. Deməli, B ədədi A ədədindən kiçik olacaqdır. B 3A-ya bərabərdir. Amma mənfi ədədin 3 mislinə bərabərdirsə, B ən kiçik olacaqdır. B A-dan kiçikdir, o da kiçikdir 0-dan. Düzgün cavabımız S variantı. 11-ci sual. S 0-dan kiçikdir. B plus 2 ise bölünsün S bərabərdir 4. B plus 2 ise bərabərdir 4 S-yə. B bərabərdir 2 S-yə. Diqqətlə baxsaq, S mənfi ədəddir. B də mənfi ədədin 2 mislidir. Deməli, B kiçikdir S-dən. O da kiçikdir 0-dan. Düzgün cevabımız D variantı. 12-ci sual. A böyükdür B-dən, o da böyükdür S-dən, 0-dan. S də bərabərdir A plus B bölünsün B. S bərabərdir. Parçalasaq bunu. A bölünsün B plus B bölünsün B. B ilə B getdi. S bərabərdir 1 plus A bölünsün B. A və B müsbət ədədlərdir. Müsbət ədədlər nisbəti də müsbət ədəd olacaqdır. Yəni A da B-dən böyükdür. Misal üçün A-nın yerinə 4 yazsaq, B-nin yerinə 3 yazsaq, A-nın B-yə nisbəti verəcəkdir bizə 1/3'də 1. Yəni 1-dən böyük qiymətlər alacaqdır. Yəni bu A bölünsün B, A bölünsün B böyükdür, 1-dən böyük olacaqdır. Deməli, 1-in də üzərinə 1-dən böyük qiymətlər yazsam, verəcəkdir bizə 2-dən müsbət sonsuzluğa. Yəni, bu S ədədi böyük olacaqdır 2-dən. Düzgün cavabımız Y variantı.
13. sual. Grafikte oktyabr ayının ilk 7 gününde temperatur verilmiştir. Temperaturun orta temperaturu istəyir. Temperaturları toplayaq. 23 plus 18 plus 21 plus 20 plus 16 plus 19 plus 16 plus 19 bərabərdir. Toplasaq verir bizə 140. Ədədi orta tapmaq üçün, orta temperatur tapmaq üçün 140-ı da 7-yə böləndə verir bizə 20 dərəcə. Düzgün cavabımız A variantı. 14. sual. A üstü 101 vurulsun B üstü 102 kiçikdir 0'dan. A vur B vursa bərabərdir 0. A üstü 102 vurulsun B üstü 101 böyükdür 0'dan. ABC ədədlərini müqayisə edin. Deməli, ifadə 0-dan B üstü 102 müsbət verəcəkdir. A üstü 101 deməli mənfi olmalıdır ki, hasilimiz mənfi versin. A 0-dan kiçik olacaqdır. Deməli, A-nın qüvvətini A mənfidir. Cüt dərəcədən qüvvət müsbət verəcəkdir. Deməli, B də müsbət ədədiymiş ki, tək dərəcədən qüvvəti müsbət versin ki, hasil müsbət olsun. B də 0-dan böyükdür. Ancaq C-miz 0-a bərabərdir. Bizdən deyir ki, ədədləri müqayisə edin. A kiçikdir C-dən, o da kiçikdir B-dən. Düzgün cavabımız C variantı. 15. sual. Orta temperatur istəyir bizdən 25 plus 21 plus 23 plus 26 plus 26 plus 27 plus 27. Bu ifadəni toplayıb bölməliyik biz 7 günə. Bölünsün 7-yə. Yaxud da kəsir şəklində yazır. Bölünsün 7. Toplayanda verir bizə 175 bölünsün 7. Bu da verir bizə 25 dərəcə. Düzgün cavabımız A variantı. 16. sual. AB qarşılıqlı tərs ədədlər olarsa A üstü 4, B üstü 5 plus A üstü 5, B üstü 4 ifadəsinin ala bilmədiyi tam qiymətlərin sayını tapın. Biz A üstü 4 ilə B üstü 4 ortaq çıxartsaq, qalır burada B plus A. Qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlərin hasili 1 verəcəkdir. Qalır burada ala bilmədiyi, demək B plus A-mız qalır. B plus A-mız qalır. A və B qarşılıqlı tərs ədədlərdir. Biz qayda bilirik ki, ədədin özü və tərsinin qiymətlər çoxluğu YF-i əgər ədədimiz mənfi ədəddirsə, mənfi sonsuzluqdan 2-yə kimi qiymətlər alır. Əgər müsbət ədəddirsə, 2-dən müsbət sonsuzluğa kimi qiymətlər alır. Allah bilmədiyi tam qiymətlərin sayını istəyir. Yəni, bax, bu B plus A, belə yazaq, mənfi 2-dən kiçik qiymətlər ala bilər. Bir də 2-dən böyük qiymətlər ala bilər. Ala bilmədiyi qiymətlər mənfi 1-dir, 0-dır, bir də 1-dir. Qiymət sayına baxsaq, sayı istəyirsə bizdən 3-ə bərabərdir. Qiymətlərin sayı 3, A variantı. 17. sual. A və B qarşılıqlı tərs ədədlər olarsa, A üstü n plus 1, B üstü n plus A üstü n, B üstü n plus 1. Ortaq vuruq çıxartsaq, A, B ilə çıxartsaq, A plus B qalır. Deyir ki, ən kiçik müsbət tam qiymətini tapın. Deməli, qarşılıqlı tərsdirsə, bunların hasili 1-ə bərabərdir. A ilə B-də müsbət ədəddirsə, ən kiçik müsbət tam həlli 2-yə bərabərdir. A plus B, qoşu bərabərsizliyi böyük bərabərdir 2 kök A, B-dən. Ən kiçik müsbət tam həlli də 2-yə bərabərdir. Düzgün cavabımız D variantı. 18. sual. 8 nəfərlik turist qrupunda şəxslərin yaşlarının ədədi ortası A-dır. 8 nəfərdirlər də. Deyək ki, yaşları topladılar, 8-ə böldülər, A-ya bərabər oldu. Deməli, bu qrupda ümumi yaşlar cəmi 8 A-ya bərabərdir. Müəyyən qədər yol getdikdən sonra turist qrupu 3 nəfərlik və 5 nəfərlik hissəyə ayrılır. 3 nəfərliyə bir dənə X deyək, 5 nəfərliyə Y deyək. X plus Y yaşlarının ümumi cəmini deyək.
ümumi 8 aya bərabərdir. 3 nəfərlik qrupdakı şəxslərin yaşının ədədi ortası B-yə bərabər. Yəni x-i böldük 3 nəfərə B-yə bərabərdir. X bərabərdir 3B. 5 nəfərlik şəxslərin yaşlarının ədədi ortası B olarsa, 5 nəfərlik qrupdakı şəxslərin yaşlarının ədədi ortasını tapın. Deməli, mən burada bax bu ifadədə x-in yerinə 3B yazmışam. 3B plus y bərabərdir 8A. Y də bərabərdir 8A çıxılsın 3B. Y 5 nəfərlik qrupdur. Bunların da yaşlarının ədədi ortasını tapmaq üçün mən yaşlarını tapmışam. Yaşlarının ədədi ortasını tapmaq üçün bu ifadəni 5-ə bölməliyəm. Düzgün cavabımız A variantı. 19-cu sual. A bərabərdir 3 kök 2 plus 3 kök 3. Kvadrata yüksəltsək bərabərdir. Birincinin kvadratı 9, 18 plus ikincinin kvadratı 27 plus birincinin ikinciyə vurma hasilinin ikincisli 18 kök 6 bərabərdir. 45 plus 18 kök 6'ında 324'ü 6'ya vururuq. 324 vur 6 bərabərdir. 45 plus 6 və 4 24 2 yadda 18 22 yadda 18 20 bərabərdir. 45 plus 2004. Deməli bu 44 tam nə qədərdir? O da verir bizə 49 tam nə qədər? 89 tam nə qədər? O da verir 89 tam nə qədər? B variantına baxsaq, B variantında deyir ki, kökdə 89. Kvadrata yüksəltsək hər tərəfi verir 89. S ədədində kvadrata yüksəltsək, S də bərabərdir 9,4. Yaxşı, S kvadratında kvadrata yüksəltsək, 88 tam %36 edir. Deməli, burada ən böyük ədəd A-dır. Ortancıl ədəd B-dir, ən kiçik ədəd isə C-dir. C, B, A. Ən böyük ədəd A-dır. Düzgün cavabımız Y variantı. 20-ci sual. A bərabərdir 3 kök 5 plus 3. B bərabərdir 4 6-cı dərəcədən kök 5. C bərabərdir 4 3-cü dərəcədən kök 3. Bax, B ilə C ədədlərinə baxsaq, görərik ki, C ədədi B ədədindən böyükdür. A ədədi isə, misalca, 3-cü dərəcədən kök 5-dən çıxır buradan 1 tam nə qədər, üstünə 3 gələndə verir bizə 4 tam nə qədər. Deməli, A bunlarda ən kiçik olacaqdır. Birincidə deyir ki, A çıxılsın B kiçikdir 0-dan, düz deyir. A ifadəsi B ifadəsindən kiçikdirsə, ondan da çıxan da B ifadəsinin 0-dan kiçik olacaqdır. Bir də B çıxılsın C olmasa kiçikdir 0-dan, 4-cü. Deməli, birinci bir də 4-cü uyğun gəlir. 1, 4. Düzgün cavabımız B variantı. 21-ci sual. En sayıda ədədin ədədi ortası 0,6-ya 0,6 vurulsun. En onların yaşları cəmi, ədədin cəmidir. M sayıda ədədin ədədi ortası isə 1'ə 1 vurulsun. M plus N sayıda ədədin ədədi ortası 0,76'ya bərabər olarsa, bunları toplayaq. 0,6 N plus 1 M, onu da bölürük. N plus N sayıda da saydı. Bərabərdir %76'ya. N plus N'in ən kiçik qiymətini istəyiriksə, ixtisarımıza aparsaq %76, yaxud da ki çarpaz vuraq, verir bizə 60 N plus 100 M bərabərdir 76 N plus 76 M. İxtisar da apara bilərdik, ancaq belə yazdım. 16 N bərabərdir 24 M-ə. İxtisar aparsaq 8'e 2M bərabərdir 3M. N bərabərdir 3K, M bərabərdir 2K.
n plus n'in en kiçik qiyməti n plus n bərabərdir. En kiçik qiymət k-yə 1 versək m 3'dür, m də 2'dir. 3 plus 2 bərabərdir 5. Düzgün cevabımız C variantı. 22-ci sual. ABC müsbət həqiqi ədədlərdir. A və B ədədlərinin həndəsi ortası x-ə bərabərdir. X bərabərdir kök AB. Y bərabərdir kök BC. Z bərabərdir kök AC. ABC ədədlərinin ədəd ortasını istəyir. Bax, bu ifadələri tərəf-tərəfə vur. Vur. Tərəf-tərəfə vursaq olur belə. X, Y, Z bərabərdir. Kökdə bir kökə salaq. A kvadratı, B kvadratı, C kvadratı. Kökdən də azad olunsa olur belə. X, Y, Z bərabərdir A, B, C-yə. Bax, əlimdə olan bu qaydadan istifadə edəcək. Keçək ifadələrimizə. Sağlı sollu kvadrata yüksəlsə, x kvadratı bərabər olur AB-yə, y kvadratı bərabər olur BC-yə, z kvadratı bərabər olur AC-yə. Deməli, birinci ifadədə, bax, mən bu AB-nin yerinə yazacağım x-in kvadratını, bax bu ifadəni. Olur belə, x, y, z bərabərdir. AB-nin yerinə yazdım x kvadratı c. Buradan bax vuruq, hasil. Məchul vuruğu tapmaq üçün x, y, z-i böləcəyik x-in kvadratına. Kvadratla x ixtisarı getdi, qaldı y, z bölünsün x. Biz tapdıq c-ni. Eyni qayda ilə biz indi tapmalıyıq A-nı və B-ni. Demək olur belə. X, y, z bərabərdir a kvadrat, b kvadrat, c kvadrat. Səliqəyə salaq. Demək, indi mən bax bu BC-nin yerinə y kvadratı yazacağım. BC-nin yerinə yazacağım y kvadratı. Olur belə. X, y, z bərabərdir a, y kvadratı. Buradan kvadratla y yerindəcə ixtisar aparsaq, a buradan bərabərdir. Vuruq, hasil. Məchul vuruğu tapmaq üçün hasili, yəni x, z-i bölməliyik y-ə. Buradan da a-nı tapdıq. Deməli, a, c-nin yerinə z kvadratı yazacağım. Bax, bu a-la c-nin yerinə yazacağım belə. X, y, z bərabərdir. Z kvadratı vurulsun b. Kvadratla z ixtisar getdi. Buradan da b bərabərdir. Yenə vuruq, hasil. Hasili məlum vuruğa böləcəyik. Z-ə bölürük. A, B, C-ni aldıq. 3 ifadəni almışıq. İndi bizdən ABC ədədlərinin ədəd ortasını istəyir. A plus B plus C bölünsün 3. Bax, bizdən bunu istəyir. İndi mən bu ifadələri toplayıb, deməli, A-nın yerinə x-də y-z plus B-nin A-nın yerinə yazıram x-z bölünsün y plus B-nin yerinə yazıram x-y bölünsün z. C-nin yerinə yazıram x-də y-z. Bu ifadələri də 3-ə böləcəm. 3-ə bölmək 3-də 1-ə vurmaq deməkdir də. Bərabərdir. 3-də 1 vurulsun. Ortaq məxrəcimiz x, y, z. Birinci ifadəni x, z-ə vururuq. Olur x kvadratı, z-in kvadratı. İkinci ifadəni y-x-ə vururuq, x-y-ə. Olur x kvadratı, y kvadratı. Üçüncü ifadəni də vururuq y-z-ə. Ortaq məxrəcə gətirmək üçün olur y kvadratı, z kvadratı.
İlk nəticəmiz bu formada olur. 3x, y, z x kvadratı z kvadratı plus x kvadratı y kvadratı plus y kvadratı z kvadratı. İlkin cevabımız bu ifadeye bərabərdir. Düzgün cevabımız Y variantı. 23-cü sual. ABC bir-birinə fərqli ədədlər olarsa, A vurulsun 10 üstü B, C vurulsun 10 üstü A, B vurulsun 10 üstü C. Ədədlərin hadisi standart şəkildə yazılışında tərtibinin böyük qiyməti. Rəqəmlər fərqli deyirsə, tərtibin böyük qiyməti deyirsə, A-ya verək bir dənə 7, B-yə verək 8, C-yə də verək 9. Çünki biz A-nın, B-nin, C-nin yerinə rəqəm yazmalıyıq. Demək, olur belə, bir-birinə vursaq, 7 vur, 8 vur, 9 vurulsun 10 üstü 8, vurulsun 10 üstü 7, vurulsun 10 üstü 9. Deməli, 72-ni də 7-yə vuranda 504 vurulsun 10 üstü 25. 504'də qiymətli hissəsini yazsaq, 5 tam %4 vurulsun 10 üstü 27. İndi bunu deyək, qiymətli hissəsi D 5 tam %4-dürsə, qiymətli hissənin əksini istəyir. Mənfi 5 tam %4'ün əksini, 5 tam %4'ün əksinin tam hissəsini istəyirsə, mənfi 5 tam %4'ün tam hissəsi mənfi 6'ya bərabərdir. Düzgün cevabımız Y variantı. 24-cü sual. 15 ədədin ədəd ortası 7,2'ye bərabərdirsə, 7,2'ni 15'e vururuq. Verir bizə 108. 108'in də deyir, altta bir hissəsini tapın. 108 vur 6'da 1. Bu da verir bizə 18. Düzgün cevabımız 18. 25-ci sual. 20 ədədin ədəd ortası 8,4'e bərabərdir. 8,4 vur 20. Bu da verəcəkdir bizə 168. Bu ədədlərin cəminin 8'də birini tapın. 168'i vururuq 8'də 1'e. O da verir bizə 21. Düzgün cevabımız 21. 26-cı sual. 4 ədədin ədəd ortası 16'ya bərabərdir. 16'nı 4'e vururuq 64. Deyir ki, bu ədədlərə, bu 4 ədədə yeni bir əlavə edək. Bilmirik hansı ədəddir? X. Bu ədədlərin sayı 5 oldu. 5'e böldükdə 14 alınır. 64 plus x bərabərdir 70, x bərabərdir 6'ya. Düzgün cevabımız 6. 27-ci sual. 6 ədədinin ədəd ortası 14'e bərabərdir. 14'ü 6'ya vuraq. Verir bizə 84. Bu ədədlərin birini çıxdıqdan sonra 84'dən birini çıxdıq. Deməli 6 ədədi birini çıxanda 5 qalır. Ədəd orta 12 oldu. 1x. Biri çıxdıqda da 1'i. Demək olur 84 minus x bərabərdir 60, x bərabərdir 24'ə. Çıxarılmış ədədi tapın. Çıxarılmış ədəd 24'dür. 28-ci sual. AB müsbət həqiqi ədədlərin ədəd ortası 5'ə, həndəsi ortası 4 olarsa. Deməli, A plus B bölünsün 2 bərabərdir 5. Həndəsi ortası kök AB bərabərdir 4. Məndən A kvadrat plus B kvadrat cəmini istəyir. Müxtəsər vurma düsturunu tətbiq etsək, A plus B'nin kvadratı minus 2AB. Gətirib yerinə yazsaq, A plus B bərabər olur 10'a. Onun kvadratı çıxılsın 2. Sağlı sollu kvadrata yüksəltsək, AB də bərabər olacaqdır 16. 2 vur 16 bərabərdir 100. Çıxılsın 32. O da bərabərdir 68'e. Düzgün cevabımız 68. 29-cu sual. 4 kök 2 çıxılsın 2 kök 6 bərabərdir. Müqayisə edək sadəcə. 4 kök 2'nin kvadratı verir bizə 32. 2 kök 6'nın kvadratı 24. 32'dən 24 çıxanda 0'dan böyük olacaq. Deməli bu ifadə 0'dan böyükdür. Müsbət ədəddir.
Deməli, bu formada müqayisə etsək, hər birini kvadrata yüksəltməklə 29-cu sual birinciyə A, D uyğun gəlir, ikinciyə B, Y uyğun gəlir, üçüncüyə isə C uyğun gəlir. 30-cu sualda isə eyni qaydanı tətbiq edirik. Birinciyə B, C uyğun gəlir, ikinciyə A, Y uyğun gəlir, üçüncüyə isə D variantı uyğun gəlir.